Aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Qartal Tikinti firmasının direktoru, Azərbaycan Sahibkarlar Konfederasiyasının Sumqayıt nümayəndəsi Şahin Məmmədov bu günün təsis edilməsinin əhəmiyyətindən danışıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına əsasən hər il aprel ayının 25-i Sahibkar Günü kimi qeyd edilir. Mən sahibkarların peşə bayramı münasibəti ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının Sumqayıt şöbəsinin rəhbəri olaraq bütün Sumqayıt sahibkarlarını öz professional peşə günləri münasibəti ilə təbrik edirəm. Cənab Prezident söyləmişdir ki, sahibkar dövlətin əsas dayaqlarından biridir. Sahibkar dövlətə borc olduğu bütün vergilərə, ödənişləri vaxtında ödəməli, dövlət orqanları da sahibkarlara hər vasitə ilə kömək göstərməlidir. Bir də bir deyim var ki, sahibkar yaşadığı yerə, doğulduğu yerə bir dəstək göstərməyi, o da onun bir mənəvi borcudur və bunu da icra etməlidir. Mən fürsətdən istifadə edərək onu da qeyd edim ki, 44 günlük müharibədən sonra Qartal Tikinti firması və Sumqayıt sahibkarları işləmək qabiliyyəti olmayan qazilərə, şəhid ailələrinə və ordulara 500.000 manatdan çox yardım etdilər, texniki yardım etdilər. Bu, Azərbaycanın heç bir şəhərində belə bir olmamışdı. Mən Allah qazilərimizə can sağlığı versin və bu sahibkarlara da bir daha təşəkkür edirəm ki, onların yanında olurlar. Bu prosesin də davam etməkdədir. Həqiqətən sahibkarlar bugün elə Sumqayıtda da çox vacib obyektlərin deməli, deyək ki, xüsusi materialların istehsalında, satışında və digər xidmət işlərində önəmli yer tutur və dövlət də sahibkarlar üçün uyğun şərait yaradır. Bax, elə vergi yoxlamasından başqa digər yoxlamaların dayandırılması növbəti ilə də uzadıldı. Yəni 2027-ci ilin yanvarına qədər yoxlamalar sahibkarlar subyektində aparılması qadağan edilib. Ancaq bu demək deyil ki, sahibkar ödənməməli vergiləri və yaxud vergi yoxlaması təbii ki, aparırlar digər dövlət orqanları. Sahibkar da işini elə qurmalıdır ki, və dövlətin də mənafeyi qorunsun, öz mənafeyini də qoruya bilsinlər. Məsələn, artıq vergi orqanı o qədər gözəl vergi dəyişiklikləri edir, vergi məcəlləsinə, artıq vergi orqanı, mən açıq deyim ki, sahibkarın dostuna çevrilib. Yəni, istər-istəməz sahibkar şəffaf işləməyə meyillidir və bunu da edirlər və heç bir problem də yaranmır. Çıxışın sonunda yenə hər bir sahibkara can sağlığı uğurlar və öz bizneslərində uğurlar, çoxlu pul qazanmaq, çoxlu uğur qazanmaq arzulayırım. Şəmistan Fikrətli, Elbrus İsmailov, Dünya TV.